Herkese selamlar dostlar. Yepyeni bir konseptle karşınızdayım. Aslında bu bir konsept değil. Uzun bir maratondu. İnşallah her birimizin keyfi, əhvalı, ruhiyyəsi yerində olar. Bugünkü konseptimiz nədən ibarətdir? Dostlar, Azərbaycanda futbolçu olmaq. Yəni yəqin siz o şayələri eşidirsiniz ki, Azərbaycanda futbolçu olmaq olmur, çətindir, mümkünsüzdür. Elə bir imkan yoxdur. Bunu sınayacaq. Həqiqətən də bu belədirmi? Mən əvvəllər futbola məşğul olmuşam, indi yenidən başlayıram. Yəni boş vaxtım var demək olar. Boş vaxtını həm özümün sağlamlığı üçün də bu bir konsept kimi eləmək istəyirəm. Görək həqiqətən də Azərbaycanda futbol olmaq mümkünsüzdürmü, yoxsa çətindirmi, yoxsa mümkündürmü? İnsanlarmı özlərini yormurlar? Bunu görəcəyik. Bəli, mənim yaşım amma çoxdur təbii ki də 20 yaşım var. 20 yaşdan sonra biraz problem ola bilər. Yəni sınayaq da görək alınırmı, alınmırmı? Siz də rəylərdə öz köməkdarlığınızı göstərsəz sevinərəm. Yəni hər biriniz məlumat olanlar, necə eləmək olar, nə yeməliyəm, nə içməliyəm. Məşqə yazılmışam uşaqlar. Artıq kilom var. 4-5 kilo artığım var. Onları azaltmağa çalışıram hal-hazırda. Bəli, məşqə edirəm, fitnessə gedirəm daha doğrusu. Hal-hazırda hər hansı bir futbol komandasından danışmamışam. Yəni yəqin ki region liqasından başlayacağıq dostlar. Yəni ən altdan, ən altdan başlayacağıq. Yəni görək həqiqətən orada necədir vəziyyətlər. Sizə oraları göstərəcəm. Məncə yəni maraqlı gələn çox adam olacaq. Yəni bir çox adamın xəyalıdır. Yəni necə yerdə olar, oraları görmək istəyir. Nə tər yerdir, nə baş verir. Bunu bacardığım qədər sizə göstərməyə çalışacağam. Bunu bacarmaya da bilərik də. Yəni indi qəbul eləməzlər, deyirlər ki, mümkün deyil, istənmirik zat. İndi hər şey baxacaq. Rəylərdə həqiqətən istəyənlər varsa köməkdarlıq eləyə bilərsiniz mənə. Yaza bilərsiniz ki, burada elə, yəni bunu elə, onu elə, bunları ye. Hər birini sizə rəylərin köməkliyi ilə də özümün də araşdırmalarım var. Hər hansı bir futbol komandası da, region liqasında futbol komandası da tövsiyə edə bilərsiniz. Özümün seçimində var. Bir-iki nəfərlə danışdım, bir-iki menecerlə danışdım. Sözün açığı hansı komandanın menecerinə danışdım deməyəcəm. Ayıb olmasın dedim. Amma birinci ligdə olan bir dənə komandanın menecerindən danışdım. Dedi ki, get region liqasında oyna, orada daha rahat olasın. Gəlib dedi, zamində qalmaqdansa get region liqasında oyna, orada inkişaf elə, yəni orada göstər özünü. Dedim, yaxşı. Əslində hansı komandanı deyə bilərəm əslində, amma necə deməyim də, boş verin. Bir komanda ilə danışdım hal-hazırda. Mən əsasən birinci liqin komandalarla danışdım. Mənə dedilər ki, Premier birinci liqa başlama, get region liqasında orada biraz özünü göstər, həm də orada oynamağın sənə daha çox şeydir. Yəni orada oynayassan. Bir zaman qalmayassan, oynayassan. Ona görə bəli, başlayırıq. Hal-hazırda uşaqlarla fitness edəcəm. Artıq demək olar yarım aydır fitness edirəm. Biraz yağlanmışam, biraz yağları ərdirəm. Boyum 1.76-dır mənim. 5.76 arası. Çəkim hal-hazırda biraz çoxdur. Çəkim 77-78 arasıdır. Az qarına 77, tox qarına falan belə 78. Yəni 77 deyək də, yəni. Bunu 74-ə, 3-ə çəkmək istəyirəm. Hal-hazırda hansı mövqedə oynayacağımı da qərar araşdırmamışam. Bilmirəm, yəni. Əvvəllər uşaqla mən futbol oynadığım vaxtlarda birinci qapıcılıqla başladım. Sonra müdafiəçi oldum. Sonra komanda qol verə bilmirdi bir turnirdə. Hücumçu edilər məni. Hücumda qol vurdum mən. Ən çox qol vuranlardan biri oldum turnirin. Belə də indi uzun bir vaxtdır ki, oynamırdım. Yenidən həm belə konsept olsun deyə, həm də özümün də marağım var idi o region liqasında falan oynamaq. Sizlərə də göstərmək üçün, yəni baxın görün onlar necə bir yerdir. Uşaqlar hal-hazırda qar yağır. Kamerayı niyə verdi o? Hal-hazırda qar yağır. Mən də gedirəm məşqə. Baxın, qara baxın. Hala biz qar var, amma tam göstərə bilmirəm yəqin ki. Uşaq normalda məşqə dostlarıma gedəcəkdim. Prosto bugün tək gedəcək yəqin ki. Çünki uşaqların nəsə işləri var idi. Mən də onları gözləyəmədim. Axşam gedəcəklər. Bəli, məşqdə görüşərik. Uşaqlar, məşqə gəldim. İndi paltarımı dəyişəcəm.
Uşaqlar, sizə məşqdən əvvəlki ayağımın formasını göstərəcəm. Məşqdən əvvəlki. Yəni sıxıram budur. Məşqdən sonranı göstərəcəm. Bəli dostlar, evə gəldim. Yeməyimi yedim qəşəng. Məşqdən sonra yemək yeməkdə çox başqa bir hiss verir adama belə. Verim yemək adamın bədəninə rahat yayılır elə bil. Bəli. İlk günü yavaş-yavaş sulandırmaq istəyirəm. Yəni ilk günə çox bir şey eləməyəcək yəqin ki, hazırda yağ əritmək və yaxud da bədəni formaya salmaq, kimi şeylər qaçmaq. Yəqin növbəti videoda qaçmaq eləyərik. Əgər hava qəşəng olsa deyib bir yaşıllıq bir yer var yol kənarında. Orada həmişə qaçırdım əvvəllər. Əgər yer qaçmaq olacaqsa, deyib orada qaçmaq istəyirəm. Belə yəni. Bir də bu futbolçu olmaq üçün yəni dediyim əlaqələriniz güclü olmalıdır. Demirəm yəni tanışlığınız olmalıdır. Yox, sadəcə yəni belə əhatə dairəniz olmalıdır. Futbolçulara yazın Instagramdan. İnanın cavab verəcəklər. Mən də yazdım. 4-5 nəfərə yazdım. Biri cavab verdi. Sağ olsun, biri mənə hər şeyi başa saldı. Nədir, necədir? Hər şeyi başa salır. Siz də yaza bilərsiniz yəni. Yazın 5 nəfər, 10 nəfərə yazın, ən az 2 cavab verəcək. Buna görə rahat ola bilərsiniz. Yəni nəyin necə olduğunu bilmək üçün bu vacibdir. Belə yəni birinci günü sonlandıra bilərik artıq. Yavaş-yavaş. Başqa nə deyəcəkdim mən? Yox, başqa nə deməyəcəkdim. İlk videoyu sonlandıraq. Sağ olun uşaqlar, görüşərik növbəti videolarda. Rəylərə uşaqlar fikirlərinizi bildirin. Əgər tanışınız varsa və yaxud da siz də futbolçusunuzsa, ola bilər izləyə bilər futbolçularda. Desinlər belə elə, bu məşqlər elə, burada qaç, bunu ye, nə bilim, bu adam var, buna de, bu komanda var, bu komandaya get. Kimi rəyləri yaza bilərsiniz. Oldu. Görüşərik növbəti videolarda. Sağ olun.